Marniuli Belediyesinin Cereteli kəndində dəhşətli hadisə baş verib. Bugün günorta saatlarında su kanalında tam olaraq burada körpə uşağın meyiti tapılıb. Uşaqlar çöldə idilər və su kanalında nəsə olduğunu görüblər. Əvvəlcə onun oyuncaq olduğunu düşünüblər. Lakin yaxınlaşdıqda bunun yeni doğulmuş körpə olduğunu anlayıb dərhal polisə xəbər verdilər. Polis hadisə yerinə gələrək ərazini xüsusi lentlə mühasirəyə aldı. Daha sonra ekspertlər gəldi və körpə təxminən 15 dəqiqə əvvəl ərazidən aparıldı. Hadisənin səbəbi hələlik məlum deyil. Yaxınımın 40 mərasimində idim. Çıxanda gördüm ki, ərazi sarı lent mühasirəyə alınıb. Maraqlanıb yaxınlaşdım ki, görüm nə baş verib. Dedilər ki, su kanalında yeni doğulmuş körpə tapılıb. Hətta göbək istiyəsi də üstündə olub. Heç kəsi yaxın buraxmadılar. Səbəb hələ məlum deyil. Atan şəxs mütləq cəzalandırılmalıdır. Daxili İşlər Nazirliyindən verilən məlumata görə faktla bağlı Gürcistan Cinayət Məcəlləsinin 116-cı ehtiyatsızlıqdan ölmə maddəsi ilə başlanılıb.